Güvən sınağımızın başqa bir sınağını işləyəcəyik bugün. 31-ci sualda deyir, Qərbi Avstraliyada filiz mənşəli faydalı qazıntıların çox olması nə ilə izah olunur? Qərbi Avstraliya deyəndə, bax, Avstraliya bilsən də bu materikdir. Düzdür? Deyir, Qərbi Avstraliyada niyə dəmir filiz faydalı qazıntılar çoxdur? Qərbi Avstraliyada filiz faydalı qazıntıların çox olmasının səbəbi nədir? Gəl baxaq. Deyir, kristalik bünövrənin səthə yaxın çıxması. Birincisi Elcün, mənə de görüm, Avstraliya materiki platformadır yoxsa geosignaldır? Qeyd dəftərində zəhmət olması yanında olsun ki, qeydləri aparasan. Platforma. Avstraliya tamamilə platformadır, düzdür? Sən də bilirsən ki, bu platformalarda iki dənə qat var idi. Biri platform örtüyüdür, bir də kristalik bünövrə idi. Düzdür? Bəli. Qeydləri aparsan. Bəli. Bilmirsən də, yəni ki, yadından çıxıb. Biri platform örtüyüdür, yəni üst hissəmiz. Üst hissəmiz platform örtüyü, alt hissəmiz isə kristalik bünövrə idi. Platforma örtüyünün olduğu yerlərdə çökmə mənşəli faydalı qazıntılar, yəni neftdir, qazdır, daş kömür və s. yanan faydalı qazıntılarımız idi. Kristalik bünövrənin olduğu yerdə maqmatik və metaformik suxurlar olurdu. Yəni dəmir filiz, yəni filiz faydalı qazıntılar olurdu da hökmən. Demək, bilməlisən ki, Qərbi Avstraliyada dəmir filizlərinin deyir çox olmasının səbəbi nədir? Çünki kristalik bünövrə neyiniyib? Səthə çıxıb. Səthə çıxıb. Ayso, kristalik bünövrənin də səthə çıxdığı yerdə dəmir filiz faydalı Biz qazıntılar geniş yayılıb. Bəli, başqa bir bunun izahı ola bilməzdi. Qeydimizi apardın. Bəli. Aha. Sonra nə deyir bizə? Başqa bizə nəsə? Əslində o taka sınağıdır. Mən güvəndim ki, arxa büzürlü say. Deməli, bir də canımız nə olacaq? A bəndi. A bəndi. Gəldi ikiyə. Deyir, cənub mülayim işıqlanma qurşağının şimal sərhədləri hardan keçir? Birinci sən bizim tanımalısan da hansıdır? Məsələn, burada gördüyün nədir bu xətt? Bax, bu xətt nədir? Cənub tropik. Düzdür, Bəli. cənub tropikdir də. Bu isə nədir? Səhv etmirəmsə ekvator buradadır. Çəkə bildim, amma biraz əyri-üyrü çəkdim, üzrlü say. Bu da bizim mülayimimizdir. Düzdür Mecun? Bəli. Mülayim, tropik və ekvator. Deyir ki sənə, deyir cənub mülayim işıqlanma qurşağının şimal sərhədindən nə keçir? Baxaq. Şimal sərhəd deyirsə, sən bildin cənub mülayim budur. Düzdür? Bu cənub mülayimin şimal sərhədində nə var? Şimal deyəndə yuxarıya baxırsan, yoxsa aşağıya? Aşağıya. Döyüləcəksən, aşağı cənubdur. Nədir ki? Şimala idi. Şimal sərhədi haradır indi cənub mülayimin? Nədir bunun? Yuxarısında nə var cənub mülayimin? Tropik. Ay sağ ol. Burada nə var ki bunu bilməməli? Hı. Bəli. Deyəcəksən ki, nə yerləşir? Cənub tropik xətti. İkidə canımız nə olacaq? 32-də. B bəndi. B bəndi. Elə qorxuzursan ki, sualdan özümü. Mən belə qorxam ki, görəm burada çətin nə var. Neft və təbii qaz ehtiyatları ilə fərqlənən ölkələr. Birincisi bilməlisən ki, neft daha çox necə ərazilərdə olurdu? Şelf zonasında, körfəzlərdə, dənizlərdə olur, düzdür? Bəli. Ay, sağ ol. Birdə göstərilən körfəz hansı körfəzdir? Burada hansı körfəzimiz var? Hı? Özü çətin körfəz deyil, ha, bu qədər fikirləşməyə ehtiyac yoxdur. Bering idi deyəsən. Şimali Amerikada hansı körfəz yerləşirdi? Ölkə də Hı. var onun adına. Meksika. Meksika körfəzi. Bəli. Sonra 5-dəki körfəzimiz hansı körfəzdir? 4 yarımkürədə yerləşir. Həm ekvator, həm Qriviç kəsir.
Hansıdır? Qveniya körfəzidə, düzdür? Bəli. Qveniya körfəzi. Deməli, Meksika körfəzi neft və qaz ehtiyatlarının məşhurdur. 5-dəki Qveniya körfəzi neft və qaz ehtiyatla zəngindir. Bəs 6-da işarə olunan yer haradır? Hansı dənizdir burada? Hansı dəniz? Baltik dənizi idi. Yox, aşağı gəl. Şimal dənizi. Bəli. Sonra e, bu 2 ilə işarə olunan yer haradır bəs? 2. Hansı yayladır o? Ee, Yayla. Braziliya yaylasıdır. Bəli. Yaylalarda hansı faydalı qazıntılar geniş yayılıb? Filizli yoxsa yanar faydalı qazıntılar? Yaylalarda yanar idi. Ovalıqdaydı yanar. Bəli. Çox pis rencidə olunacaqsan. Deməli, 2 Braziliya yaylasıdır. Yaylalarda dəmir, filiz faydalı qazıntılar geniş yayılmışdı. Olmaz 2. Düzdür? Sonra 7 haradır bəs? Avstraliyada, düzdürmü? Bəli. Avstraliyada yoxdur. Çıx. Sonra gəldin 8-ə. Bura haradır? Hansı yarımadadır bu? Hindistan. Ah, şükür. Hansı yayla yerləşir orada? Hansı yayla? Bir dənə yaylamız var da orada. O qədər də fikirləşsən ki, elə bir çoxlu yayla var. Nə idi, nə idi? Dekan yaylası. Dekan idi. Bəli. Aha, yaylada olar mı neft, qaz? Nə Xeyr. var idi demişdik? Hı? Yaylada Tamam. filiz fayda qazanır. Ha, yazmamağın əlamətlərdir. Amma mən sənə deyirəm orada yaz, yazmırsan. Yəni olasa əllə döymək lazımdır sənin. Ki, yazdırmaq üçün. Sonra keçdik. 4 haradır bəs? 4. Afrikanın şimalında. Düzdür, burada neft, qaz var. 4-ə götürəcəksən. 3 haradır bəs? Afrikanın mərkəzi. Bir səndən mərkəzdə nə var idi buranın? Mis. Cavabımız nə olacaq? 1, 4, 5, 6. B bəndə. Bunları yaxşıca təkrar edirsən. Yenə bunları bilməsən məndən incimə. Zod qızıl yataqlarının coğrafi mövqeyini dəqiq müəyyən edilməsi üçün hansı inzibat rayonunun xəritəsindən istifadə etmək lazımdır? Zod qızıl yatağı hardadır? Kəlbəcər. Ay sağ ol, şükür. Sonra vulkanların mənşəli dağları seçin. Vulkanik mənşəli dağlar. Hansı dağlarımız vulkanikdir? Sual Etna, burada sənə gəl-gəl deyil. Etna Pamir Himalaya'ydı. Bunlar adında vulkan var. Etna adında yaxşı bir var. Pamir Var və bəli. Himal adında vulkan var. Xeyr, bəli. Nə edirsən? A variantda mənə. Da bax bunu onu deyirəm də bunu bilməmək günahdır da. Mən hələ Pamir və Himalayın adını çəkir. Bəli. Canımız bəli 35-də adı. 36 Azərbaycanda arit diyendösyonal. Arit nə deməkdir? Arit. Əks Arid mənalı sözdən humid. Nədir? Yazmır da heç orada. Arit nədir? Quraq. Arit diyendösyon relyef forması. Quraq relyef forması. Qəşəngcə orada yazsan ki, arit quraq deməkdir. Humid rütubətli deməkdir. Eləmi? Deməli, quraq relyef formasına səhralar aiddir. Səhralarda olan barxanlar, duyunlar. Düzdür?
Demək doğru cavabımız nə olacaq? Elə 2 də. Bəli. Barxanlar, duyunlar, yarğanlar, qobular bunlar nədir? Sən nənə, məsələsi bağlısan da cavab da vermirsən. Arid deyəndə Ya, relyef formasına quraq relyef formaları aiddir. Yəni bəli. barxanlar, duyunlar, qobular. İndi bunun bir qabağını da oxuyana yaxşı. Burada yarğan qobu da var, duyundan barxan da var. İki dənə variant götürə bilərsən burada? Yox. İndi bunları çıx görüm niyə olmur? Hə. Ağzımda quraq Bilmədim. ərazi dedim. Ağzımda quraq ərazi dedim, düzdür? Demək ki, bura yağıntı nə düşəcək? Az. Görürsən, yazıb az yağıntı və meylin ərazilər. Cavabımız nə olacaq? 5. Amma burada nədir? Alçaq dağlıqda çətin yuyulan suxurlar. 5 düzdür də, düzdür. Bəli. Gəldik 37-yə. Burada nə görürsən Elgün bəy? Nə görürsən? De görün mənə. Bu görürsən ki, bax bu ortadan gedən nədir? Ekvator xətti. Ay, sağ ol. Göstər mənə hara şimalda, hara cənubda. Yəni tərsmə Allah verilib də biraz. Əyrisinə verilib. Tərs də deyil, əyri verilib. Hansı şimalda, hansı cənubda? Bu hissə şimaldır. Ay, sağ ol. Bu hissədəki cənub. Ay, sağ ol. De görün mənə harda gecədə, harda gündüzdür? Şimalda gecədir, cənubda gündüz. Ay, sağ ol. Cənubda gündüz. Cənubda gündüz. Hansı tarixdə olacaq? Təbii ki, 22 dekabrda. Dekabr, bəli. Ay, sağ ol. Niyə? Günəş 22 dekabrda 23,5 cənub tropikində zənitdə olur. Bunları da yaxşı yadında saxla. Ola bilər ki, keçməmişik. Bu demək deyil ki, bilməyəcəksən. Burada izah verilməz sınaqda hər zaman. Deyir, eyni tektonik zonaya uyğun gələn relyef formalarının verildiyi variantı müəyyən edin. Buyurunuz. Sualı parçala, yığ görüm. Qarayazı hardadır? Kür çökəkliyindədir, düzdür? Qanğəri çay hardadır? Kürdə. Bəs Talış hardadır? Kiçik Qaf, Ay, sağ ol. Kiçik Qafqazda. Kiçik Qorxma da Qafqaz. cavab ver. Salyan. Salyan Salyan düzü. Böyük Qafqaz idi. Yox, Salyan. Kür. Salyan düzü. Kürdədir, bəli. Cənub-Şərqi Şirvan düzü. O da Kürdə. Muğan düzü. O da Kürdə. Sö. Cavabımız nədir? Devam. Muğan düzü. Muğan düzü cavab verdiniz. Səs bağlı etiraz. Şirvan. Kürü. Kür. Şirvan düzü. O da Kürdə. Qarabağ Qarabağ silsiləsi. silsiləsi. Qafqaz qalxmaz. Ay, sağ ol. Samur dəvəçi. Kür. Ön Qafqaz. Qusar Mali. Qusar Mailli Böyük Qafqaz idi da deyəsən. Ön Qafqaz. Böyük Qafqaz bəli. Lənkəran. Lənkəran, Kiçik Qafqaz. Lənkəran deyirsən ki, Kiçik Qafqaz. Vulkanik yayla. Vulkanik yayla, Kiçik Qafqaz qalxması. Qanğəri çay. Kür. Kür deyirsən. Mil düzü. O da Kürdə. Bir də yadında saxla, Lənkəran da Kürdür. Hı -hı. Talış dağları Kiçik Qafqaz. Yaxşı? Yaxşı. Sonra keçək digərimizə baxaq. Digər sualımıza keçid edək. Gəldik bura. 39. Deyir, uyğunluğu müəyyən edin. Ant dağları necə dağ idi? Ant dağları qədim dağları idi də. Ant dağları necə dağ idi Ant dağı? Cavan dağ idi də. Bəli.
Harda yerləşir? Cənubi, Şimali Amerika, Cənubi Cənubi Amerika. Amerikada. Hansı faydalı qazıntılar zəngin idi burada? Mis. E, Mis Misbər, var da zəngin. Kordilyer dağları. Şimali Amerika. Ay soğuk. Tamamilə cavan idimi yoxsa qədim idi? Həm cavan, həm də qədim idi. Yəni ən çox ərazisini Mezoy qırışıqlı tutmuşdu. Yəni tamamilə cavan deyil. Aydındır? Atlas Bəli. dağları. Atlas dağları, Avrasiya. Atlas dağları. Atlas, Haranın Afrika. yeganə cavan dağı idi? Hansı materikin yeganə cavan dağı idi? Üç yarımkürədə yerləşirdi. Üç ölkədə yerləşirdi. Hansı ölkə, hansı materik idi? Əlcəzair, Tunis, Mərakeş ölkəsində yerləşirdi. Afrika, bəli. Bəli, fosforit ehtiyatına görə zəngin idi. Qrinviç kəstliyinə görə deyəcəksən ki, şərqdə, qərbdə, həm də şimal yarımkürəsində yerləşirdi. Afrikada yerləşirdi, ən zirvəsində Tupkal. Alp dağları, Avrasiya, ay sağ ol. Ən zirvəsi Mont Blanc. Sonra böyük sayıcı dağlar, Avstraliya. ən hündür zirvəsi Kostyoşko. Avstraliyanın ən hündür zirvəsi Kostyoşkodur. 2228 metr. Demək, 39-cu camımız D variantı. Deyir 40-da 1 bölünsün. Neçə dənə sıfır var burada? Deməli, 6 milyon səhv eləmirəmsin. 6 dənədir, hə? Miqyaslı Azərbaycan iqlim xəritəsi miqyaslı və məzmununa və ərazini əhatə etməsinə görə hansı qruplara bölünür? Təbii ki, orta miqyaslı və iqlim xəritəsi deyilir. Elcün, iqlim xəritəsi Azərbaycanın deyir də, sırf Azərbaycandan danışır. Demək, bir dənə temadan söhbət gedir. Bir dənə temadan. Azərbaycan iqlimindən. Demək, nə olacaq? Tematik xəritə. Orta miqyaslı, tematik ölkələr və onun hissələri. Yəni, Azərbaycan ölkəsi və onun hissəsi. Cavabımız nə olacaq? A bəndi. Qaranlıq qalan bir şey yoxdur ki burada. Bir dənə temadan danışır. Azərbaycanın iqlimindən. Bəli. Sonra keçdik. Doğru fikri seçin. Platformalarda seismik proseslər güclü olur. Bu yanlışdır. Bəli, mantiyada ağır metallar, radioaktiv maddələr təşkil olunub. E, Mantia, bu yanlışdır. Bəli, yerin daxili quruluşunu təşkil edən nüvə, mantiya yer qabığıdır. Nüvə ağır metallardan, mantiya isə yüngül metallardan təşkil olunmuşdur. Alüminium, maqnezium, silsium oksidi. C bəndi. Qədim dağların zirvələri şüzlü olur deyir. Bu doğrudur da. Qədim dağın hava ucu şiş olub. Bəli, yanlışdır. Hmm. Ovaqların səthi qalın çökmə suxurlarla örtülüdür. Çökməz doğru. Bu doğrudur. Bəli. Yaylalarda biz demişdik ki, ovaqlarda çökmə suxurlar, yaylalarda da filiz faydalı qazıntılar geniş yayılmışdır. Düzdür. Maqmatik suxurlar geniş yayılır. Maqmatik, metaformik. Deyir, yaylalar daha çox akklimasiya prosesinə məruz qalır, Elgün bəy. Yanlışdır. Bəli, nə prosesinə məruz qalır? Knyasya, Düzənliklər iki yerə bölünür də. Akklimasiya, dendasiya. bəli, Yayla dentasiya. hansına məruz qalır? Dendasiya. Bəli, Keçdik. dentasiya məruz qaldı. 42. Krater nədir? Krater, vulkan püskürməsinin nəticəsində yarandı krater. Vulkan nə? Vulkan konusunun zirvəsindəki qıf şəkilli çökəklik. Kökəlik, düzdür. Qurunun qədim buzlaşmaya məruz qalmış hissələri və onların müasir relyeflərini izah edin. De gör mənə. De görüm mənə. Döndü də buzlaşması nə zaman baş verib? Kaynozoyda. Kaynozoyda. Hansı materiklərdə olub? Şimali Amerika, bir də Avrasiya. Tap cavabımız indi. A Avrasiya, bəndi. Aysa, Avropa və Şimali Amerikanın buzlaq Bəli. gölləri, morentrelər düzdür. 44-də tap görüm. Deyir uyğunluğu müəyyən edin. Karlar, sirklər, morentrelər, morent təpələri, trok dərələri. Bunlar nəyin yaradıcılığına yaranıb?
Nəyin işidir bu? E, Külək də. Küləkdə ey oldu. Barxandı, duyundu. E, Buzla. Ay sağ ol, buzlaqdır. Buzla. Bəli. Qışqırmasam cavab vermirsən, e? Üzüm mənşəli mineral ehtiyatlar qrupuna aiddir. D-ni çıxırıq. Mhm. Niyə? Çünki C. D nədir? Neft. Yanar mənşəlidir də, hə? Bəli. Hmm. C də yanar mənşəlidir. Təbii qaza görə çıxırıq. Birincisi Elgün bəy. Bəli. Çökmə mənşəli sıxırlar iki yerə bölünür. Üzüm mənşəli və qeyri-üzvü mənşəli sıxırlar. Düzdürmü? Bəli. Ay sağ ol. Demək, sən deyirsən ki, qeyri-üzvü mənşəli çökmə sıxırlara nələrə aiddir? Hansı sıxırlarımıza aiddir? Qırıntı bir də Ay kimyəvidir. sağ ol, qırıntı və kimyəvi. Bəs üzvüyə hansılara aid idi Elgün bəy? Üzvə neft, Yanar e, faydalı qazıntılara. yanar fayda qazıntılarda bəli. Bəli. D variantında nəyə görə çıxdın? Qızılla dəmir filizə görə, düzdürmü? Bəli. A variantında elə yanan faydalı qazıntımız daş kömür, torf, təbii qaz. Bəli. Diqqətli olun zəhmət olmasa. Hmm? Bu nə bir dəfə atmışam. Keçdik buna. Deyər xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Bunu tapmasan. Yoxdur ətay. De görüm. B hansı düzdür? B. Muğan düzü. Mühəndisin orada nə işi? Sabirabadda deyil o. Sabirabadda B. Xeyr. Bəs onu niyə deyirsən? Cənub Şərqi Şirvan düzü idi. B haradır? Bəli, cənub-şərqi Şirvan düzü. C. C. Mil düzü. Ağzımda dedim ki, Sabirabaddır. Mil, Nə var idi xeyr. orada? Muğan demədim. Muğan bəli. Hə. İmişli. Mil düzü. A. Bəli. D.